Bizim o ruhi aramlığımızı nə bərpa eləyə bilər? Müşfiq müəllim. Mən necə eləyək ki, bizim şəxsən mənim məsələn ruhi aramlığım olsun? Burada şimdi suallar çox idi. Birinci sualı tutdum ki, niyə biz xoşbəxt ola bilmirik? Bəli. Niyə müharibələr baş verir? Niyə biz belə bir həyata gəlib çıxırıq? Bu, insanın həqiqəti axtarmadığının və tapmadığının nəticəsidir. Həqiqət. Həqiqət. İnsan elə bir dünyaya gəlib düşüb ki, o mütləq həyatın mənasını axtarmalıdır və tapmalıdır. Əks təqdirdə o öz insani dünyasını yarada bilməyəcək. O bombalar düşəndə o bunun göstəricisidir ki, siz bir cəmiyyət olaraq həyatınızı məna üzərində qura bilməmisiniz. Məna? Quran məsələn və başqa dini kitablar bunları bizə belə traktovka edir. Ki siz pis yaşayacaqsınız, mən sizi buradan çıxaracağam, yer üzə başqalarını gətirəcəm. Və sizin başınıza böyük sınaqlar gələndə anlayın ki, nələrsə demək düz eləmirsiniz siz. O nələr nədir? Həqiqətdən qopmaq, həqiqəti axtarmırsınızsa, həqiqətdən qopmusunuzsa, həqiqətin əleyhinə yaşayırsınızsa, Yəni Tanrının. Yəni Tanrı da həqiqəti təmsil edir, ali səviyyəsini təmsil edir. Amma həqiqət biraz da geniş anlayışdır. O həqiqəti biraz aça bilərsiniz. O zaman sən cəzalanacaqsan. Sən ancaq həqiqətə sığınanda xoşbəxt olacaqsan, həqiqətin yanında olanda hüzur tapacaqsan. Həqiqətdən uzaq olduğun dərəcədə səni təhlükələr əhatə edəcək.